konferansında hər birinizi xoş gördük. Əvvəlcə baş məşqçimiz Valdistan Dost onunla bağlı fikirlərini bildirəcək. Daha sonrasında suallarınızı ünvanlaya bilər. Please coach, your first comments about today's match. Well, congratulations to my team, to all the players especially, because I think what they did today it was extraordinary to come to home of the best team in Azerbaijan, to champions, to participators in the Champions League group stages and doing very good this season. I think is also big respect for my players, especially for the second half. I knew that the game will be tough, but I think my players, showed the quality, the hungriness from the first minute, and in my opinion, and even in the first half, we were a better team. We had good spells of possession. We created moments. We had a penalty that we missed, but our reaction was absolutely top. Nobody went to negative emotions. We kept pushing, and I think we deserved that lead in the first half. Of course, then second half, the way it started. It's not easy to play here 50 minutes, with 10 men against 11 against such a quality players. But the way we reacted, the way we closed the spaces, the way we tactically, I think it was exemplary game that you can show, like in academies or in the coaching courses. So congratulations again to my team, and now is the time to, again, same, train tomorrow, recover. On Wednesday we have again, big game, and we're hungry. We want more. We want to experience the cup final again, second year in a row, and then there's still 5 games I think in the league left, and this is what we need to go game by game and try to win the next one. İlk öncə olaraq mən bugün komandamı təbrik etmək istəyirəm. Xüsusilə oyunçularımı təbrik edirəm. Əlbəttə asan deyildi. Çox önəmli, çox güclü bir rəqibin meydançasında, çox yaxşı bir komandanın Avroliqalarda qrup mərhələsində çıxış etmiş bir komandanın meydançasında onlara qalib gəlmək həqiqətən də çox çətin idi. Böyük bir hörmət öz oyunçularıma və mən deyə bilərəm ki, bugün biz bilirdik bizim üçün çox ağır, çox çətin bir oyun olacaq, amma birinci hissədə daha çox istəkli olan tərəf, daha çox istədiklərini həyata keçirən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Penalti oldu ki, penaltidən yararlana bilmədik. İkinci hissə mənim komandamın verdiyi reaksiya çox xoşuma gəldi. Heç kəs negativ emosiyalara qapılmadı. Birinci hissədə düşünürəm ki, hesabda öndə olmağa layiq tərəf biz idik. Əlbəttə ikinci hissə 50 dəqiqə oynamaq bu cür rəqibə qarşı çox çətindir, amma mənim oyunçularım necə reaksiya verdilər, necə bütün boşluqları bağladılar və rəqib heç nə ilə yadda qalmadı. Düşünürəm ki, bu gün bizim göstərdiyimiz xüsusilə ikinci hissədəki oyun nümunəvi bir oyundur. Bunu hansısa bir akademiyalarda, hansısa məşqçilik kurslarında göstərilə biləcək bir oyundur. Yenə hər zamanki kimi dediyimi deyirəm, artıq sabahdan etibarən öz bərpa məşqlərimizə başlayacaq və çərşənbə günü bizi yenidən çox yaxşı böyük bir oyun gözləyir və yarımfinal oyununda yenə eyni rəqiblə qarşılaşacağıq. Bilirik ki, hər iki komandanın da böyük istəyi, böyük arzusu var bu oyunda. Biz də 2 il dalbadal istəyirik ki, final təcrübəsi yaşayaq və bu oyundan sonra artıq çempionatda 5 oyunumuz qalacaq və yenidən biz oyun köklənərək bu oyunlardan qalib ayrılmaq istəyəcəyik. Sual olanlar. Congrats on your victory. Thank you. Qarabağ istər Avropa kuboklarında, istər yerli çempionatda rəqib qapısı qarşısında, yəni onlar üçün epizod yaratmaq, onların dildə deyilən 2-2. Amma bugün Sabahın qapısı qarşısında, siz özünüz də qeydədiniz, epizod yarada bilmədilər. Sabah tərəfdən baxanda bunu necə elədiniz və hansı detalları çox yaxşı işlədiniz ki, Qarabağ kimi komanda, çox sadə epizod yarada bilən komanda Sabahın qapısına tərəf gedə bilmədi. My question, Karabakh is a team that in European competition, also in a local championship, they are creating a lot of episodes, for example, for closing teams, like 2+2 for them to use to get something from this.
episodes from these teams that they are closing, but you have mentioned that they did not do anything today. How did you achieve this? And which details you can say us that for achieving this help to you? I don't know, like if we go in the details, you know, like we're gonna stay here till Wednesday, and I will not have time to prepare for the next game because there's many details. But I think the most important thing is not about details. You cannot achieve nothing just with the details. You know, like is the two most important principles. You know, when you go in the game like this, is not tactical. One is here. Is to play with the heart and to give everything, you know, like, and because I can draw the principles, you know, like, and say what you have to do and so on. But if you're not focused, if you not give 100%, you know, in physical duel, if you don't track, if you don't run, if you lose concentration, you know, like that is not possible to play. So that is the first. And the second one is the name on your back. Because, you know, like the name of the back is your pride. You play not only for yourself, you play for your family, you play for your daughter, for your son, for your wife, for your girlfriend, for your mom, for your dad, and that is the most important principles. And I think, you know, like especially those guys that, you know, like that group that I'm incredibly proud coach to coach is what they do is unbelievable. I don't know how many now games, 26, 27, you know, like unbeaten, you know, like we go game by game. But again, you know, I tell, if you come to our training sessions, you know, like some of our training sessions is more intense, much harder than in some of the games. I think that is absolutely the key, is the players' attitude and the players, is all the credit, absolutely, you know, like to the players. I think, again, they were amazing, you know, like today. And the details, of course, you know, like Karabakh, a lot of overlaps, like you say, on the side, they isolate 2 versus 2, but show me, you know, like how many moments you're gonna find when we got beaten in those situations. So that is the players. Our job is to help with information, with analysis, but the players execute on the pitch, and I'm very, very proud of how they play in this season. Əgər bu oyunda dediyiniz kimi biz bu detallar barəsində danışsaq, mənim çərşənbəyə qədər bu detallar barədə danışaram. Həqiqətən də çox detallar var idi bu oyun və bu detalları icra eləmək üçün, meydançada həyata keçirmək üçün mənə görə 2 ən önəmli daha prinsip var. Bu prinsiplərdən biri ürəyini qoymaqdır, ürəkli çıxış eləməkdir. Sən çox şeylər danışa bilərsən, taktiki şeylər, amma əgər oyunçular köklənməyəcəksə, qaçmayacaqlarsa, fiziki cəhətdən ikili mübarizələri uduzacaqlarsa, konsentrasiya olmayacaqlarsa, oyuna köklənməyəcəklərsə, bu barədə heç nə danışa bilməyəcəksən, heç nə deyə bilməyəcəksən, heç bir xeyri olmayacaq. İkinci, onların köynəklərindəki adlar üçündür. Onlar adlarıdır və onlar bunun üçün oynamalıdır, çıxış eləməlidir. Çünki elə eləməlidirlər ki, onlardan ailələri, övladları, xanımları, ataları, anaları, hər kəs onlarla qürur duysun. Mən həqiqətən bu qrup futbolçuları məşq elətdirməkdən çox məmnunam, çox qürur duyuram. Yanılmıramsa artıq 26-27 oyun olar ki, biz məğlub olmuruq. Amma mən sizi bizim məşqlərimizə dəvət eləsəm, görsəz, həqiqətən də bəzən məşqlərimizdə olan intensivliyimiz, məşqlərimizdə olan daha mübarizkarlıq demək olar ki, oyunlardan da daha çox bəzən olur və bu davranış bu cür qalibiyyətlərdə bir açardır və bütün bunların hamısı mənim məşqçilərimin, mənim oyunçularımın əməyidir. Bugün düzdür, rəqib ötürmələri verdikdən sonra irəliyə doğru açılmalarda olsun, cinahlarda 2-yə 2 qalmaqlarda olsun, bizim heç bir oyunçularımızı keçə bilmədilər. Düzdür, biz oyunçularımıza informasiyalar veririk, təhlil edirik, amma onlar da bunu çox düzgün şəkildə meydançada həyata keçirirlər. Mən bütün oyunçularımla qürur duyuram. Sağ olun. Buyurun. Süpersport Aslan Ersoy, sabahın Çempionlar Liqasında üzərinə ağır yük, böyük məsuliyyət düşəcək. Necə düşünürsünüz? Komandanız bunun öhdəsindən gələ biləcəkmi? European
competition in champion, you have a big load, you have a big responsibility. How do you think? Can you overcome? Can you handle this? Look, the European responsibility, when it comes, then we're gonna handle and then we're gonna look. I don't know like what kind of team we will have, when we're gonna play, who we're gonna play, then we're gonna take that responsibility. At the moment, our responsibility is prepare good for the next game, to train good tomorrow, to analyze again this match, and to prepare for Wednesday game, and to achieve again the result, to go to play good and to reach the cup final. That is my only responsibility at this present moment. Mən deyə bilərəm ki, hal-hazırda biz bu barədə fikirləşmirik. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, bu hal-hazırda mənim üçün önəmli deyil. Biz hələ bilmirik ki, hansı komandalarla qarşılaşacaq, kimlə düşəcək. Mən hal-hazırda daha çox öz oyunlarımıza köklənirəm, öz oyunlarımızı təhlil eləyirəm, səhvlərimizi, düzgünlərimizi axtarıram, baxıram və mən daha çox bu çərşənbə günündəki oyunu fikirləşirəm və düşünürəm ki, biz çərşənbə günü çox yaxşı şəkildə çıxış edib yenidən kubokun finalına yüksəlməliyik və bunu bacarmalıyıq. Avropa səhnəsinə yol açdıqda artıq oradakı məsuliyyət barəsində danışmaq olar. Başqa sual. Buyurun. Congrats. Thank you. First, I would like to ask about the situation of Miklos. It was looking like situations that was serious, something serious. I don't know. I need to speak with medical staff. Yes, I think he's serious, and I think he's going on at the moment, you know, like to the hospital to some serious checkup. But I'm afraid that of course it can be serious. Mən hal-hazırda bilmirəm, daha çox tibbi heyətlə bu barədə danışmalıyam. Sanki ciddi bir zədəyə oxşayır. Hal-hazırda onu xəstəxana aparırlar. Ondan sonra nələrsə bir bilgi, bir məlumat əldə etmək olar. Qərbi münasibətdə təbii şeylər. Congrats on your victory. Thank you. Özünüz də dediniz ki, məşqlərinizə gəlsəz necə hava olduğunu, futbolçuların necə döyüşlərini göstərdiyini görərsiniz. Yəni, biz təklif edirik ki, elə məhz Qarabağla cavab oyunundan əvvəl kubokda media nümayəndələri və azarkeşlər üçün bir açıq məşq keçirilsin. Bunu Dombrovskis rəhbərliyi belə bir təklif edə bilərmi? Biz gələk oyun öncəsi məşqləri deyək. You have said that, coach, if you come to our training sessions, you will see how we are training hard, how is intensity there. Before the match, before the Karabakh match, can you organize for us like open training session? Can you offer to your management that we can come and see? The best question I heard in all season, you know, like thank you very much. I don't know, at this moment, you know, like it's not gonna be intensive session because tomorrow we will have, you know, like recovery and then, you know, 2 recovery days and then pre-game session. But of course, you know, like that's not down to me probably, but to management, you know, like at some point, you know, like to organize open session, you know, like, and I think why not in the future it can be done. I cannot promise that it will be before Karabakh game, but sometime in the future, yes, why not. Eşitdim deyə bilərəm ki, bu sözün boyu ən yaxşı suallardan biri idi. Hal-hazırda bizdə intensiv məşqlərimiz olmayacaq, çünki 2 bərpa məşqi keçəcəyik və qarşıdan gələn oyuna çox qısa müddətimiz var. Amma bu məndən asılı bir şey deyil, bunu rəhbərliyimizlə danışmaq ola bilər, niyə də olmasın. Mən söz vermirəm Qarabağ oyunundan, amma digər oyunlardan qabaq bunu danışıb təşkil eləmək olar. Buyurun, Aydan. Az önce başımızda da sorabilirsiniz. Birinci sual ısmarlandırır. Ve ilgili de Abdullah oyun yaşanmalıydı. Çünkü bozuldu. Düzün sonradan kırmızı vergi aldı. Sizin için bugünkü oyunda Abdullah yaşanmalı yoksa anti-yaşanmalı? I gave my question also in flash interview. I would like to ask
Abdullah scored a goal, and after like we were 10 months for you, Abdullah is hero or anti-hero? That is very good question as well, and it's very connected what I told the guys after the game in the changing room. That look, Khaybulaev is really important player. He's really special player for us. He gives, I cannot say, not even heart, but every cell of his body, every training. And you know, he started the game was in the lineup, in starting lineup. Then at some point, like not that often in the starting lineup. And when the team is playing good and we achieving the results, it's not easy. And he is patient. But you know, one of those guys. Not only him, many we have, but he is especially, you know, like the one that when you need, you know that you're gonna get 110% from him. And when you speak with him, you know, like when you deal with players' disappointment, when he is not playing regularly every week, you know, you telling him that, look, get ready. You never know when this moment of glory will come. And we knew that, okay, Rakhmonaliev cannot play this game, that Abdullayev will play. And, you know, you can check with the guys. I said, you know, like after the training that, look, Abdullah, you exemplary. Exactly what I'm saying now. You do top job. You scored. You try to be hero. Then you tried to damage us a little bit. You know, like getting red card and leaving as 10 man. You know, so a little bit of both. But look, you know, like the mistakes, the cards, the red card, is penalties, is part of football. It can happen. So we know that we are not the ones that we blame the players, you know, for mistakes. We try to correct them, of course, but not to blame, because mistakes is really part of the football. And again, Khaybulaev did, I think, in the first half was really good, and he deserved that goal, not only for today's performance, but I think for what he's doing for the club overall. Mən deyə bilərəm, həmçinin bugün sizin də sualınız çox yaxşı sualdır. Mən bunu həmişə qeyd eləmişəm, həmişə soyunub paltar dəyişmə otağında da demişəm. O bizim üçün çox önəmli bir oyunçudur. O sadəcə məşqlərdə ürəyini yox, deyə bilərəm ki, bədənin bütün hüceyrələrini məşqlərdə verir. Düzdür, 11-likdə davamlı şəkildə çıxış eləməsə də, bəzən oynasa da çox yaxşı çıxış eləyir, çox yaxşı oynayır, çox səbirli oyunçudur. Bəzən o davamlı çıxış eləməməsinin səbəbi çox yaxşı nəticələr əldə edirik. Amma bizə nə vaxt lazım, ehtiyacımız ona olduğu zaman bizə 100 yox, 110%-ni meydançada verə biləcək bir oyunçudur. Mən bugün oyunçularla da danışdım. Hər zaman ona da deyirəm ki, sadəcə onu yox, digər oyunçularımıza da deyirəm ki, hazır olsunlar. Fürsət gəldikdə, çox yaxşı fürsət gəldikdə o fürsəti istifadə eləsinlər. Biz bilirdik ki, bu oyundan qabaq Umar Əli bugün oynamayacaq və o bu fürsəti çox yaxşı şəkildə istifadə etdi. Mən uşaqlara da dedim, o bizim üçün nümunəvi bir oyunçudur, möhtəşəm bir iş görür. Birinci hissədə də yenə eyni şeyi dediyimi meydançada həyata keçirdi. Amma ikinci hissədə bir balaca bizə zərər verdi. 10 nəfərlə qaldıq. Bu həmişə qırmızı kartlar olsun, penaltilər olsun, səhvlər olsun. Bunlar futbolun bir parçasıdır, bir hissəsidir. Amma biz heç vaxt oyunçularımızı günahlandırmırıq. Biz çalışırıq ki, onların səhvlərini düzəldək və onlara düzgün yolu göstərək. Və o, mən fikirləşirəm ki, bizim klubumuzun çox önəmli bir oyuncusudur və çox yaxşı yerlərə layiq bir oyuncusudur. Sonrası mətbuat konferansına yekunlaşdırdı. Post-match conference we are closing. Thank you to all you guys. Thank you. See you on Wednesday.